Bu tortun görüntüsü heç də iştah açıcı görünmür, bilirəm. Gəlin bir yerdə harda nəyi necə səhv etmişəm onlara baxaq. Burada hər şeydən xəbərsiz, gözəl bir tort videosu çəkəcəyimi düşünüb, sakit, normal çəkilişə başladım. Düzünə qalsa bu videonu paylaşmaq istəmirdim. Amma o qədər əziyyət çəkmişdim. Bu videonun çəkilişinə saat yarım 2 saat vaxt sərf eləmişdim həqiqətən. Həm də fikirləşdim ki, həmişə izləyicilərə hər şeyin, əlimizdən gələnin ən yaxşısını, ən gözəlini edib təqdim etməyə çalışırıq. İstər YouTube-da, istər digər sosial şəbəkələrdə hər zaman ən gözəli göstərilir. İşin görünməyən tərəfi, kamera arkası heç vaxt görünmür. Bu dəfə də belə olsun, alınmayan kadrlar izləyiciləri göstərsin deyib videonu səsləndirməyə başladım. Həm də buradakı səhvlərimi görüb siz bu tortu hazırlamaq istəsəniz, həmin səhvlərə yol verməyəsiniz deyə məlumatlandırmaq istədim. Bu arada tortun reseptində heç bir problem yoxdur. Resepti dəqiqdir. İstəsəniz siz hazırlaya bilərsiniz. Dəqiq resepti açıqlama bölməsində yazacağam. Tortun adı qırmızı məxməli tortu gedir. Adı məxməli, görünüşü isə bir o qədər ürək açan olmayan tort. Əslində ilk başlar hər şey normal idi. Hər şey olması olduğu kimi idi. Qəşəng də gördüyünüz kimi qabarmışdı. Fikirləşirdim ki, day əla tortum alınacaq, gözəl çıxacaq, üstünü də qəşəng bəzəyəcəm. Çünki hər bir şeyin ənənəvi reseptinə sadiq qalaraq birə-bir reseptdəki ilə eyni etməyə çalışdım. Yəni nə yazılmışdısa hamısını eynən yerinə yetirdim. Bayaq da dediyim kimi resept ilə bağlı əslində bir problem yoxdur. Burada mənim əsasən səhvlərim ucbatından belə alındı. Tortu qardaşımın ad gününə hazırlamışdım. Görünüşünə görə, yaxşı çıxmadığına görə aparım, aparmayım deyə tərəddüddə qalmışdım əslində. Amma eybi yoxdur. Əsas odur dadı yaxşı olsun deyib apardım. Həqiqətən də elə oldu. Dadı çox super idi. Bu reseptlə hazırlanan tortun dadının pis olma ehtimalı yoxdur onsuz da. Qonaqlar da əslində tortun görünüşünü görəndə biraz belə təəccübləndilər, tərəddüddə qaldılar, hiss edirdim bildirməsələr də. Amma dadına baxandan sonra hamı çox bəyəndi. Burada gel qida boyasından istifadə elədim. Görün rəngi nə gözəl alındı. Burada elədiyim birinci səhv ondan ibarət idi ki, bu qırmızı kütləni xəmirin üzərinə əlavə edəndə mikserlə biraz daha yaxşı qarışdırmalı idim. Amma mən 1-2 dəqiqə qarışdırıb saxladım. Çünki baxdığım videoda çox az qarışdırılırdı, 2-3 dəqiqə. Mən də bu qədər vaxtın yetərli olduğunu düşündüm. Amma məndəkində nədəsə içərisində bir şey tam həll olunmamışdı. Biraz daha qarışdırsaydım daha yaxşı ola bilərdi. Amma əsl problem bunda deyil. Əsl problem onda idi ki, bu hazırlanan kütləni 2 hissəyə bölüb bişirmək lazım idi. Yəni əvvəlcə yarı hissəsini soba listinə əlavə edib bişirmək, sonra isə digər yarısını bişirmək lazım imiş. Mən isə diqqətimdən yayılmışdı, videoda tam fikir verməmişdim tələsdiyimdən. Bütün bir xəmiri hamısını bir soba listinə əlavə edib bişirdim. Sobaya göndərəndən sonra videoya baxıb gördüm ki, mən burada səhv eləmişəm, amma artıq gec idi. Artıq biskviti sobaya göndərmişdim. Fikirləşdim ki, çıxandan sonra çox köpərsə əgər 2 hissəyə bölüb kremləyərəm, o da alınmadı. Alınmadı çünki biskvit bişdikdən sonra sobadan çıxartdıqdan sonra soyudu, artıq boşqaba qoydum. Gözümə çox yastı göründü. Fikirləşdim ki, mən bunu ortadan bölüb tortu kremləsəm, tortum yastı alınacaq. Ona görə ortadan bölmədim və yenidən ikinci bir biskvit hazırladım. 2 xəmirlə də tort artıq çox hündür göründü. Mən bunu tortu artıq doğrayanda, kəsib süfrəyə veriləndə gördüm, hiss elədim. Videonun əvvəlinə tortun həmin görüntüsünü qoymuşam. Yenidən baxa bilərsiniz. Videonun sonuna da əlavə eləmişəm. Burada görürsünüz artıq bütün xəmiri soba listinə əlavə edirəm. Amma sobaya qoyandan sonra xəbər tutacağam ki, mən səhv eləmişəm. Amma burada təbii ki, heç nədən xəbərim yoxdur. Sakit öz işimi görürəm. Hələ bir kameraya da göstərirəm. Artıq sobaya göndərdim. Xəmiri sobaya qoyandan sonra isə kremini hazırlamağa başlayacağam. Kremi həqiqətən çox ləzzətli idi. Bu göstərdiyim krem pendirdə krem pendir və qaymaqla hazırladım. Yenə də deyirəm, açıqlama bölməsində dəqiq ölçüləri, nə istifadə etdiyimi ətraflı şəkildə yazacağam. Krem o qədər dadlı, o qədər yüngül idi ki, bəlkə də tərkibində yağ olmadığına görə bu qədər yüngüllük hissi verirdi. Düzdür, istifadə olunan krem pendir və qaymağın tərkibində müəyyən qədər yağlılıq faizi olsa da, amma birbaşa tərkibində yağ olmadığına görə bəlkə də bu qədər yüngül idi. Yəni tam dondurma dadı verirdi. Dondurma sevirsinizsə bu kremi də çox bəyənəcəksiniz. Əminəm, həm də təkcə bu tortlar deyil, istədiyiniz bütün tortlarda, hər hansı bir tortda istifadə oluna bilər fikrimcə bu krem. Həm çox rahat, problemsiz hazır olur. Kremim çürüyər dərdi, təşvişi düşüncəsi yoxdur. Çox asanlıqla hər kəs hazırlaya bilər bu kremi. Gördüyünüz kimi görüntüsü də çox gözəl, ağappaq, qar kimi görünür. Bu cür gözəl kremdən belə tort alındı.
Tortu kremləyəndə də bəzi kiçik xətalar baş verdi. Sıxma torbam partladı, krem torbası. Onun yerinə pingivinə kremi töküb istifadə etmək məcburiyyətində qaldım. O yerlərini kəsdim təbii ki, əlavə etmək istəmədim. Burada xəmirim artıq pişib, soyuduqdan sonra çıxardıram qəlibdən. Videoda belə baxanda yenə də gözümə incə görünür biskvit. Gördüyünüz kimi qəlibdən də çox rahat, çox asanlıqla çıxdı. Heç bir problem olmadan, amma digər ki, bir-iki kiçik xırda səhv bütün tortu məhv elədi. Siz hazırlamaq istəsəniz, bu dediyim kiçik nöqsanlara fikir versəz, həqiqətən tortunuz çox əla olar. Bu artıq ikinci hazırladığım biskvitdir, rəngindən də görünür. Burada kremləməyə çalışıram. Mənim onsuz da tort bəzəmək, gözəl görüntü vermək, nəsə xırda işlər, əl işləri kimi şeylərə həm həvəsim yoxdur, həm də bacarmıram, əlimdən gəlmir. Belə tort hazırlayanlara, elə xırda işlərlə məşğul olanlara da hörmətim böyükdür, heyranlıqla baxıram. Digər bütün yeməkləri hazırlaya bilirəm. Tortlardan isə ancaq ballı və Napolyon tortunu gözəl edirəm. Bu tortu da ilk dəfə edirdim. İkinci dəfə hazırlayanda yəqin ki, bu səhvləri nəzərə alıb, diqqətə alıb daha yaxşı etməyə çalışaram. Bu videonu bura yükləməyə də bilərdim. Bunu silib tamam gözəl, çox yaxşı hazırladığım bir yeməyi və yaxud şirniyyatı da bölüşə bilərdim. Amma biraz daha təbii halımı da görməyinizi istədim. Həm dadı çox yaxşı idi tortun. Bu cür dadlı tortdan məhrum qoymaq istəmədim sizi. Mənə görə dadı yaxşıdırsa, görünüşü o qədər də önəmli deyil. Düzdür, bu hər zaman keçərli deyil. Müəyyən qədər gözə də xitab etməlidir ki, iştah açıcı olsun. Amma bu dəfəlik də belə oldu. Bəs sizcə dad daha önəmlidir yoxsa görünüş? Sizin də mənim kimi çox istəyib də bacara bilmədiyiniz, alındıra bilmədiyiniz və yaxud da çox yaxşı bacardığınız nələr var? Fikirlərinizi rəylərdə yazın. Mənə dəstək olmaq üçün videonu bəyənib, kanalıma abunə olmağı unutmayın. Bura qədər izlədinizsə təşəkkürlər.